Mingəçevir şəhərindən bugünkü günü Naftalan şəhərinə əziz vətən uğrunda canını fəda vermiş gözəl şəhidimiz Bəhruz Balanın işığına gəlir. Allah məqamını uca eləsin. Allah anasına, atasına, əzizlərinə səbr gözünü versin. Biz anaların hamımızın ürəyi eyni dərdlə çəkir. İnanın ki, bugün Mingəçevirdən çox analar gəlmək istəyirdi. Sadəcə Dört tane şehidimiz var, dört şehidimizin ona göre de onların da yürekleri buradadır. Mingəçevir anaları adından anamıza bu hədiyəni kiçik də olsa təqdim edirik. çok buyur. Allah rahmet eylesin. Allah rəhmət eləsin. Mingəçevir şehit anaları, Möhtərəm ananı hamı sevir, hamı deyir onun adı da Möhtərəmdir, özü də. Həqiqdir, biz Mingəçevir şehit analı bunu çok sevirik. Ama dört tane şehidin biri var idi, gələ bilmədilər. Bunlarını siz gəlirik. Hacı, Oğlanlarını sizin hamınızın birinizə baxın. Yerləri cənnət. Ötən Allah çok sağ olun. Mənim üçün çox böyük dəyərli bir hədiyyə. sen de bizim için çok değerlisin. Çok sağ olun. Hamınız mənim ürəyimdə yeriniz. Allah səbrinizi versin. Allah nəvələrinizi gözünüzə işıq eləsin. Çok sağ olun. Allah hər gözəl işlərə səfərə Değərləsin. Çok sağ olun. Biz evlatlarımız. Yeri cennet mekanı. Ben sağ olun. Sağ olun. Allah sen versin, ailesin, güzel bacılarına. Zeynep de çek. Zeynep babasının en kız olsun. Xeyla. Sizin de Allah yüreğinizi sevsin. Yüreğinize sus etsin. Teşekkür ederim. Çok sağ olun.